Salam kanal izleyicileri, bugün sizi Xırdağında mərkəzdə icra hakimiyyətinin yanında 3 otaqlı həyət evi ilə tanış edirik. Qanun 3 otaqlı həyət evidir. Qonaq otağından başladıq çəkilişə. Qonaq otağıdır. Geniş qonaq otağı var. Göstəririk. Kombisi var, kubçası var. Qonaq otağını göstərdik. Keçirik ofis otaqlarına sizi tanış edəcəm. Dəri sistemini göstəririk. Giriş qapısıdır orada. Heyeti var balaca oturmağa, durmağa. Uşaq yataq otağıdır. Bütün otaqların pəncərəsi var. Aboyları dəyişməyə ehtiyac var. Mətbəxidir. Kosmetik əl gəzdirmək lazımdır. Bəzi əşyalar, gördüyünüz əşyalar qalacaq. İçəridə sanitar qovşağıdır, göstərik. Bir də böyüklər üçün nəzərdə tutulan yataq otağı. Belə bir heyeti də var, göstərik. Burada şkaflar var, girəcəkdir. Burada da bir sanitar qovşağı var. Həyətdə nəzərdə tutulub. Belə baxın. Mutfağın həyəti var. Bir sotda inşa olunub. Ev 75-80 kvadratdan ibarətdir. Kubçalıdır. Yerləşdiyi yer Xırdağında mərkəzdə icra hakimiyyətindən aşağı 3 otaqlı həyət evimiz çıxıb satışa. Gördüyünüz kimi kubçası var. Orta təmirlidir. Ehtiyac var kosmetikə, belə deyək. Kubçası da var. Yerləşdiyi yer icra hakimiyyətindən aşağı. Sumqayıt yoluna yaxın. Mərkəzi poçta yaxın. Dayanacağın yanı 11 nömrəli məktəbin düz yanı. Kubçası da var. Sizin də əmlakınız var satışda, buyurun bizə müraciət edin. Kanalımıza vaxtınıza görə təşəkkür edirik. Abunə olmağı unutmayın. Qiymət aşağıda qeyd olunacaq.